Hamıya salam. Biz hal-hazırda 23 noyabr keçirilmiş OTK ingilis dili sınavına baxırıq. Mən cavablarını izah edirəm və siz yoxlayırsınız. Neçə düzünüz, neçə səhviniz var. Əslində birinci təklif eləyərdim ki, özünüz birinci baxın həmin suala, sonra səhv olduğunu ya da düz olduğunu bir yerdə müəyyənləşdirək. Aha, baxırıq 56-cı suala. 56-cı sualda nöqtədən sonra isim var və burada da nöqtədən sonra isim var. Biz isimlərə fokuslanmalıyıq. Baxaq görək hansılar özündən sonra isim istəyir. Baxın, burada A variantında theirs özündən sonra isim istəmir, gedir. Hers özündən sonra isim istəmir, gedir. Sonra qalırıq D, Y, C arasında. Baxırıq ki, birinci hissədə mine var. Baxın, C-də mine var. Mine özündən sonra isim istəmir, gedir. Their, her. Baxırıq ki, bizdən birinci Jane-dən danışılıb. Jane hansı cinsdir? Qadın cinsidir. Qadın cinsi olduğuna görə Y variantı olur. Their cəmdir. Her isə qadındır. Yəni Y. 57. 57-də baxırıq language sözü var. Language sözü sayılır. Təkdədir, təkdədir. Ona görə bir dənə E artiklı yazmalıyıq. Digər hissəsinə have boş olmalıdır. Çünki have a good time olsaydı, baxın time sözü olsaydı mütləq E artiklı yazmalıydıq. Amma burada readingdir, sadəcə ing-li bir feildir. Ona görə atırıq, yəni ümumiyyətlə heç nə qoymuruq, Y variantı olur. 58. Baxın, nöqtədən sonra books gəlib, sayılan və cəmdədir. Baxaq görək sayılan cəm hansıdır. Burada a lot var. A lot ümumiyyətlə özündən sonra isim istəmir, gedir. Match var, match olmaz. İndi ikinci hissəyə baxırıq, money. Money sayılmayan tək tələb edir. Baxaq görək burada nə var? A few var. A few özündən sonra mütləq sayılan cəm istəyir. Getdim. Qalırıq B ilə Y arasında. Tərcüməyə baxmalıyıq. I can't buy many ya da a lot of books because I have little or much money. Deyir ki, mən çoxlu kitablar ala bilmirəm. Çünki mənim pulum, sizcə mənim pulum var yoxsa yoxdur? Təbii ki, yoxdur ya da azdır. B variantı. Baxın, birinci nöqtədən əvvəl bir dənə sözümüz var. Sözünü olanda siz mütləq şəxs əvəzliyinin obyekt halına qoymalısınız. Baxın, bu Y variantı şəxs əvəzliyinin adlıq halıdır. Qalırıq bu 4 variant arasında. Bir dənə baxırsınız ki, cümlədə nöqtədən, baxın bu nöqtədən sonra nə gəlib? Smile gəlib, gülümsəmək gəlib. Bir də makes gəlib, feil gəlib. Əsas birinci hissəyə baxırsınız, yəni feil tələb eləyənə. İndi baxaq görək bunlardan hansı, bu yerdə qalan variantlardan hansı özündən əvvəl feil tələb edir. Baxın, burada she özündən sonra tələb eləyir. A ilə C isə özündən əvvəl feil tələb edir. Bir dənə biz cümləyə baxırıq, gördük S var burada, cəmdədir. Cəm olan bizdə him deyil, zemdir. Ona görə C variantı qalır. 60-da. Antonim istəyir, long uzun deməkdir, qısa shortdur, yenə tərcüməsinə baxaq. Sərin deməkdir, cool, unique, unikal, təkrar olunmaz, serious, ciddi, amazing, möhtəşəm. 61. Yəli hal tələb olunur. Baxın, burada E artiklı gəlib, amma yəli hal cəmdədir, olmaz. Apostrof S olmalıydı, getdi. B-də nöqtədən apostrofdan sonra book var, düzdür, elə variant B-dir. Hər ehtimal o birisinə də baxaq. Burada cəmdir, this cəmdir, amma outer təkdədir. Ona görə S apostrof olmalıydı. Səhvdir. Kökündən cəmlənən isimlərin yəli hal heç vaxt S apostrof olmaz. Apostrof S olar. Y-də isə apostrof S-dən sonra going gəlib olmaz. Variant B. 62-də definition istəyir. Burada ən asan söz meltdir. Melt ərimək deməkdir. Əriyirik, oluruq liquid, yəni maye halında. 1B, guide yol göstərəndir, yəni bələdçidir. Baxın, 2-də way, 3-də way sözü var. Way yol deməkdir. Gəlir bura, yəni C-yə. Burada A gedir. A, C, B, yəni D variantı. 63-də adjective tapmalıyıq, yəni sifət tapmalıyıq. Baxaq görək. Empty, boş, fluent, səlis, noisy, səsküylü. Variant A-dır, yenə də o birisilərə baxaq. Rule burada qayda qanundur. Nə qayda qanun? Getdi. Və ya situation, situasiya, nə situasiya? Getdi. Sonra var burada accent, getdi. Village, kənd, getdi. Way, getdi. Way yol deməkdir. Village, kənd deməkdir. Hamısı da isimdir. 64. Baxın, mostdan sonra popular gəlib. Popular adjectivedir. Əgər
Mostdan sonra adjective, yəni sifət gələrsə mütləq z yazırsınız bura. Bu sifətin üstünlük dərəcəsi hesab olunur. Bir də internetə z yazırsınız. Amma nədə diqqətli olun, televizora heç vaxt z yazmırsınız. Bir də radioya z yazırsınız. Z radio. Mütləq. Harda görsəz bunu, bir dənə z internet, bir də z radio. Amma televizordan heç vaxt artikel işlətmirsiniz. Burada variantımız 2 dənə z, yəni A. 65-də deyir ki, hansı söz bu definitiona uyğun gəlir? Gəlin baxaq. Deyir ki, to help somebody remember something. Kiməsə nəyisə xatırlamaqda kömək etmək. Work işdir, olmaz. Feel, hiss etməkdir, olmaz. Keep, saxlamaqdır. Happen, baş verməkdir. Remind, xatırlamaq. A. Yəni kiməsə xatırladırsan. Line of nouns, isim olan. Baxaq görək burada isim olan nə var. Baxın, C-də organik var. Necə organik təbii getdi. D-də funny var. Funny, əyləncəli getdi. Sonra B-də virtual var. Necə virtual getdi. A-da isə hopeful var. Hopeful ümidli. Necə ümidli getdi. Qaldı Y. 67-də cümləni tamamlamalıyıq. If you really want to be successful. Successful uğur deməkdir. Uğur. Want istəmək. Really həqiqətən, yəni bunu məncə hamı bilir. You need to be, sən lazımdır ki, necə olasan? Qəribə olasan, qəmgin olasan, kreativ, kobud, yoxsa can sıxıcı. Təbii ki, kreativ olmalısan, uğurlu olmaq üçün. Daha doğrusu birinci ağıllı olmalısan, çalışqan olmalısan, kreativ sonra olmalısan. 68. Düzgün cümləni seçməliyik. Düzgün cümlə deyəndə bizə nəyi nəzərdə tutur? Bildim. Yəni, baxın, deyir ki, carrying this bag are difficult. Baxın, burada are var, are. Amma bag təkdədir də, düzdürmü? Baxın, are, amma bag təkdədir, olmaz. Bags olmalıydı. Ona görə bir səhvdir. Sonra, baxın, burada of-dan əvvəl cəm gəlib, düzdürmü? Cəm gəlibsə, were, düzdür. 2. The price of-dan əvvəl price gəlir. Price qiymətdir, təkdədir. Ona görə was olmalıdır, düzdür. 4-də isə baxırıq, eating too much are bad. Burada nə var? Burada isə, baxın, burada ing gəlib, ing gəlib. Burada təkdə olmalıydı, to be təkdə olmalıydı, yəni is olmalıydı və ya was olmalıydı, ona görə səhvdir. Ümumiyyətlə, belə cümlə görəndə səhv kimi götürün. Əsas siz oflarla işləyin. Ofdan əvvələ baxın, təkdədirsə tək olmalıdır, cəmdədirsə cəm olmalıdır. Bu qaydaya mübtəda xəbər uzlaşması deyilir. İndi gəldik short tekstlərə. Short tekstlərə gəlin baxaq. Birinci oxumalıyıq, yəni mütləq oxumalıyıq. Oxumasaq cavabını tapa bilməliyik. Belə siz variantla geçsəz biraz çətin olacaq. Good morning students, there will be a math test on Thursday. Please study in units 3 and 4. Bring pencils and calculators, don't be late. Deyir ki, əziz şagirdlər, gələn 4-cü gün bizdə imtahan olacaq, riyaziyyatdan olacaq. 3-cü, 4-cü unitləri oxuyun, özünüzlə karandaşlar və kalkulatorlar gətirin və gecikməyin. Students can't use. Baxın, can't use olmaz. Bu cümlələrdə əsasən can't görsəz səhv götürün. Yəni bu cümlələr əksər hallarda. Bir də mustn't. Məsələn, mustn't da var, inkar olan. Varsa götürürsüz səhv. Students must attend a math exam on time. Ola bilər, düz ola bilər. The teacher will give students pencil during. Deyir ki, müəllim şagirdlərə imtahan ərzində karandaş verəcək. Xeyr, müəllim dedi ki, özünüz gətirin. The math test will be held next weekend. Həftə sonu olmayacaq. Həftə içi olacaq. Olmaz. Yəni C variantı. Sonra burada diqqət. The road is under construction. Please use public transportation. Do not enter closed areas in private cars. We apologize for any inconvenience. Thank you for your understanding. Deyir ki, yollar bağlıdır, zəhmət olmasa ictimai nəqliyyatdan istifadə edin. Şəxsi maşınlarınızla bağlı ərazilərə girməyin. Xahiş edirik sizdən, ümid edirəm bizi başa düşərsiniz. The road is, daha doğrusu bizi başa düşdüyünüzə görə təşəkkür edirik. Okay, indi baxaq. Road is already reconstructed. Hələ də konstruksiya olunmayıb. Ola bilər. There is no inconvenience. No inconvenience yoxsa inconvenience idi. Baxın, burada.
Yəni bu səhvdir. Deyir ki, yolda heç bir narahatlıq yoxdur. Yəni qadağa yoxdur. Bu səhvdir. Yolun özü zaten qadağalı idi. Həmçinin A da səhvdir. A hələ ki hazırlanmayıb yol. C-də using public transportation is not recommended. Deyir ki, publicdən istifadəyə tövsiyə olunmurdu. Təbii ki, olunurdu. Drivers are not allowed to enter closed areas in cars. Şəxsi sürücülər öz maşınları ilə bağlı ərazilərə girə bilməzlər. Bu düzdür. There is no area that was closed due to the... Burada deyir ki, heç bir ərazi bağlı deyildi. Yəni hər şey, bütün yollar açıq idi. Yox, bu da səhvdir. Yəni variant D. 71 hospital. Aha, burada hospitalla bağlı. Gəlin heç oxumayaq, biraz uzundur. You can enter the hospital when you want. Deyir, sən nə vaxt istəsən, hospitala girə bilərsən. Bu heç məntiqlə də düzgün deyil. Sən istədiyin vaxt özün girə bilməzsən ora. You can bring food and other things for the hospital. Deyir ki, sən istədiyin yeməyə gətirə bilərsən. Baxın, yazılıb ki, do not bring flowers or food during visit hours. Xeyr, səhvdir. You can enter the hospital with dirty hands. Sən dirçikli əllərlə girə bilərsən. Yox. The gives information about visiting hours. Children are not allowed the hospital. Okay. Children not allowed. Children, uşaqlar qəbul edilmir. Baxın, children must stay with an adult at all time. Children'la uşaqlar yaxşı olardı ki, qalmalıdırlar valideynləri ilə, yəni böyük insanlarla. Bu isə, baxaq görək, hardadır? Gives information about visiting hours. Deyir, giriş saatları haqqında məlumat verilir. D variantı. Gəlin, indi mətnə baxaq. Mətnə baxırıq və ilk sualımız passage mainly aboutdur. Bunu həmişə axırda eləyin, axıra saxlayın. 73-də baxırıq. Why is the Luxembourg placed in the second rank in the world? Gəlin, həmin sözləri tapaq mətndə. Mən mətni oxumamışam, elə suallara baxa-baxa mətni eləyirəm, vaxtım çox getməsin. Rank sözünü tapmaq lazımdır. Aha, tapdım, amma mənə ikinci olan lazımdır. Bu dördüncü deməkdir, bu ikinci deməkdir. Tuturam bunun qulağından, belə oxuyuram. Görürəm ki, number of there is a cars in the world. Həmin cümləni tapıram. Baxın, number of there is a cars. Yəni Y. 74. Transportation is free of charge in Luxembourg. Baxım, görüm transportation sözü hardadır. Buralarda yoxdur. Buralarda language'dir. Baxın, buradadır bəlkə. Görürəm ki, transportation buradadır. İndi oxuyuram və görürəm ki, free yazılıb. Yəni pulsuzdur. Ona görə bir düzdür. Sonra ikincisi, population of Luxembourg is very rich. İnsan əhali sayı çoxdur. Baxın, burada deyir ki, Luxembourgda local people'lar 3 dildə danışırlar. Əgər bu insanlar 3 dildə danışırsa, German, French and Luxembourg'un öz dilində danışırsa, deməli insan artımı çoxdur. Yəni insan orada çoxdur. 2, elə 1-2 B variantı. O birisilərə baxaq niyə səhvdir. The people in Luxembourg earn less than Americans. Daha az pul qazanırlar. Burada Amerika sözünü tapmışdım. Hə, budur. Deyir ki, earn 2 times more than. More sözü var burada da. 2 dəfə çox qazanırlar hətta. 3-dür, səhvdir. French is the main language in media. Medianın ilkin dili fransız dilidir. Mediaya baxaq görək, media hardadır? Adet media sözü budur. Media sözü German sözünə aiddir. Yəni alman dili daha çox dominantdır. Yəni bu da getdi. Sonra gəldi 75. Complete the sentence. Luxembourg is commonly used in baxaq görək nə işlədilir. Commonly baxaq görək. Burada yoxdur hələ ki. Dən variantlara baxaq, bəlkə variantdan tapa bilərik. Cafes and restaurant. Luxembourg dili. Luxembourg'un öz dili görək harda işlənir.
Deməli, Luxembourg dili is widely used in conversation. Danışıqda işlənir ancaq. Hanı danışıq? Everyday speech. Gündəlik danışıqda. 76 false tapmalıyıq. Luxembourg is situated in Eastern Europe. Görək, orada mı yerləşir? No, görək. Tam əksi, yəni səhvdir. Bizə bir lazımdır. Baxın, səhvi götürürəm. Public transport consists of trains, trams and buses. Trains, trams and buses düzdür. 2 düzdür. 2-ni götürə bilmərəm. Luxembourg has different state language. Düzdür, çünki mən gördüm 3 dənə fərqli dil var. German, fransız, bir də öz dilləri var. Ona görə bu da səhvdir. Luxembourg is second biggest country in Europe. İkinci ən böyük ölkədir. İkinci mi? Baxaq görək. In terms Luxembourg richest country. Elə bir məlumat verilməyib. Yəqin ki, səhvdir. Həm də deyir ki, small country'dir. Necə böyük ola bilər ki? Yəni D. D nədir? 1, 4. Listen to the passage. Aha, listening. Baxın birinci qalmışdı burada. Mainly about. Gəlim görüm nə haqqındadır. One of the richest countries of Europe. The cheapest restaurants. Restorandan ümumiyyətlə danışmadıq. Geçsin. Transportationdan bir dənə danışdıq. Geçsin. The population of Luxembourg. Danışdıq amma biraz. Hələlik qalsın. Amazon. Ümumiyyətlə bir dəfə danışdıq. İndi qalırıq A yoxsa D arasında. Burada deyir ki, one of the richest countries, ölkələr. Biz bir dənə Luxembourg haqqında danışdıq. Ona görə səhvdir D variantı. Ona görə həmişə 72-ci, əsasən passage mainly aboutlar həmişə axıra saxlayın ki, rahat olsun sizə işləmək. Çünki siz 5-6-dən sual işləyəndə əsas məna bilirsiniz nədir. Mən heç mətni oxumadım. Keçək listening-ə. Yenə passage mainly aboutdur. Bu qalsın ən sona. Baxaq 78-ə. What is the main purpose of the festival? Festivalın əsas məqsədi nədir? Baxaq görək. Play games and to dance. Oyunlar oynamaq, rəqs etmək olar. Help the tourism regiona develop, inkişaf eləmək. To have competitions. Bu ola bilər. Bunu listening-dən qulaq asıb tapmaq lazımdır. 79-da a pomegranate is a symbol of. Nar nəyin simvoludur? Nar nəyin simbol ola bilər ki? Musiqi və rəqsin simvolu olmaz. Culture and tradition. Bəlkə adət-ənənənin simvolu ola bilər. Tasteful dishes. Dadlı yeməklər. Düzün ardından elə də yeməklər. Bəlkə də olar. Delicious food. Olar. Life and good luck. Həyatın və uğurun simvolu. Bu variantlar qalsın. Qulaq asıb yazarıq. True və false. Pomegranates grow only. Only varsa nə inirdik? Tulluyurduq. Çünki səhvdir. People celebrate pomegranate festival at the beginning of October. Oktyabrın başlanğıcı eləyirlər festivalı. Əmin deyiləm, bilmirəm, qalsın. The pomegranate is very important for many stories and cultures. Deyir, nar bir çox hekayələrdə və adət-ənənələrdə çox vacib bir yer tutur. Bu ola bilər. Bu ola bilər. People can taste pomegranate salads during the festivals. Nar salatlarının dadına baxırlar. Bu da ola bilər. Bəlkə. Amma dəqiq bilmirəm. Qulaq asıb yazmalıyam. Uyğunlaşdırmalıyam. Hansı true'dur, hansı false'dur. Okay, qulaq asarıq. 81 essədir. Okay, indi belə eləyirik. Mən listening-i açıram, qulaq asıram. Sizdən bir yerdə yazıram. The Pomegranate Festival is a special event which people celebrate at the end of October in Goyche. It also takes place in many places where pomegranates grow, especially in countries like Azerbaijan, Turkey, Iran, and India. The festival is an opportunity to enjoy the taste of fresh pomegranates and learn about the history of this fruit and its health benefits. The main purpose of the festival is to demonstrate the benefits of this fruit and to help develop tourism in the region. At the festival, people can taste different kinds of pomegranate dishes, such as juices, desserts, and salads. There are also games, music, and dancing. At some festivals, there are competitions, such as pomegranate eating or creating the best pomegranate-themed artwork.
The festival also provides a chance to learn about the importance of pomegranate in culture and traditions. In many countries, the pomegranate is a symbol of life and good luck. It plays an important role in many stories and cultures. Okey, heç ikinci dəfə qulaq asmağa ehtiyac yoxdur. Mən cavabları tapdım. Baxın, false olan 1 ilə 2-dir, true olan 3 ilə 4-dür. Bir də mətnin əsas mənası qaldı. Görək nədir mətnin əsas mənası. Growing, nar yetişdirməklə bağlı deyil. History of Göyçayın tarixi ilə danışmadıq. Tourism of the country, ölkənin turizmlə danışmadıq. Delicious food, ladlı yeməklərdən danışmadıq. One of the famous festival, nar festivalından danışdıq. Baxın, deməli, mən heç ikinci dəfə qulaq asmadan artıq cavabı tapmış oldum. Çünki niyə? Birinci dəfədən diqqətlə baxmışdım, öz variantlarımı artıq seçmişdim. Siz də çalışın, imtahanda elə eləyin ki, yüksək nəticə eləyəsiz, həm də vaxtınıza qənaət etmiş olursunuz. Okey, indi keçirik esseyə. Esseyə baxırıq, bizdən nə verilib? Şəkil olaraq nə tələb olunub? Qızdır, ən birinci baxırıq şəkilə. Qız birinci neyinir? Test. Baxın, testi yazır birinci. Yox, birinci dərs öyrənir, səhv eləmirəmsə. Hə, evdədir. Birinci dərs öyrəndi, sonra məktəbə gəldi, testini yazdı, sonra testindən 100 aldı. Bunu gəlin təsvir eləyək. Və hansı zamanda istəyirsinizsə o zamanda. Mən məsələn ən çox keçmiş zamanda işlədirəm. Çünki baxın, birinci keçmiş zamanda olmalıdır. Dərsini oxuyub, sonra səhəri gün gəlir, dərs imtahanını verir. İmtahanını verəndən sonra da yüksək nəticə əldə edir. Birinci keçmiş zamandan başlayaram. Sonra keçərəm növbəti günə, yəni next day, eləyərəm gələcək zaman ya da ki, indiki davam edəcək zaman. Aha, başlayırıq. Əslində burada həm üçün də davam edici eləmək olar. Yox, davam edici olmaz məntiqlə. Çünki siz əgər sabah imtahanınız varsa, bu artıq keçmiş, birinci şəkil keçmiş zamanda olur. Okey, gəlin başlayaq. Qızın adını qoyaq. Qızın adı nə olsun? Məsələn, Ayşə. Ayşə. Getmək sözünün keçmişi went. Ayşə went home. And başladı, started. Dərslərini oxumağa. Studying. Because, çünki. Because. Onun var idi. She had. İmtahanı olmaq have, has, exam olur. Burada da keçmiş zamanda işlətdiyimizə görə have və ya has keçir had-ə, yəni keçmişə. She had an exam. Zamanı da yazaq da. The next day. Çünki dünən gedib oxuyubsa, artıq bu gün onun imtahanı var. Yəni gələcək zamanda olur. Sonra indi gələk növbəti gündən yazaq. She is, indiki davam edəcək, taking an exam. An exam. Harada? At school. At school. Biraz xəttim bərbaddır. Kim istəsə rəylərdə qeyd eləsin. Normal mətin kimi yazıb ataram. At school. Və çalışırdı ki, diqqətlə yazsın. Çünki baxın, burada biraz qaşqabaqlı dayanıb görürsünüz. Bu qaşlarını çatıb. Yəni, diqqətlə yazmağa çalışır. Okay, yazaq ki, and tries. Çalışırdı ki, tries. Bu try sözünün indiki sadə zaman formasıdır. Çünki he, she, it indiki sadə zamanda özündən sonra, yəni feilin qabağına sı tələb eləyir. Digər sizində burada niyə e-sı oldu? Çünki y-la bitib. Y-la bitibsə atırsınız, i-s yazırsınız. Çünki özündən əvvəl samit var. Özündən əgər əvvəl sait olsaydı, baxın belə tam izah eləyim sizə. Try. Görsünüz,
Bu y-la qutarıb, düzdürmü? Y-la qutarıbsa, özündən əvvəl samit gəlibsə, bunu atırsınız, is yazırsınız. Bu cəmlənmədə də belədir. Yəni ismin cəmlənməsində. Əgər məsələn tutaq ki, indi ismin cəmlənməsindən nümunə verirəm. Boy y-la qutarıb da, özündən əvvəl bir dənə sait gəlib. Heç nəyə dəymirsiniz, bir dənə s artırırsınız. Eyni feil də bunun kimidir. Məsələn put heç buna aid deyil, çünki y-la qutarmır. Yəni nəsə belə bir qaydadır. Bu qaydanın tam izahı mənim kanalımda var, istəsəz baxa bilərsiniz. Çox uzatmayım, sınağa keçim. And tries. Oy, söz də getdi. Bir dəqiqə silim. Nasıl qəşəng yazmamışdım. Tries. Cavab vermək. To answer the questions. Diqqətli sözü qaldı. Questions carefully. Okey, indi imtahanı da verdi. Diqqətlə yazdı. İndi görək nəticəsini necə yazırıq. Testi bitəndən sonra, məsələn, after finishing the test, o yüksək nəticə əldə etdi. She will əldə etmək, get a high score or high result. Resultla daha yaxşıdır. Oy da o biri sözdə getdi. Bir dəqiqə. High result. İmtahan nəticəsini çox vaxt resultla verin. Result yazılır. Və o çox xoşbəxt idi. Baxaq, xoşbəxt idi. Sevinirdi. And she feels very happy. Bu qədər. Esseniz bitdi. Yəni, qısacası esseni belə yazırsınız. Düzü saymadım neçə dənə sözdür. 35-i 100% keçir. Bir 40-a yaxın söz var. Bəlkə də 40-ı da keçir. Yəni, çox belə abartmağa ehtiyac yoxdur. Çox, nə bilim, ora böyük sözlər, nə bilim, cümləni nə boyda eləyim, mənə yüksək bal yazsınlar, nə bilim, qrammatikanı çox yazın. Elə şey yoxdur. Normal fikrinizi aydın izah eləyin. Məsələn, birinci şəkildə nə oldu, ikinci şəkildə nə oldu, üçdə nə oldu. Ardıcıllığı qoruyun. Bir də zaman uzlaşmasını. Baxın, mən birinci cümləm keçmiş zamandadır. Çünki əgər bunun imtahanı sabahdırsa, mən dünəndən danışıram. Dünən hazırlaşıb bu qız. Sonra keçirəm o birisinə. Next day, baxın, gələcək zaman. Bax, gördünüz, gələcək zaman gəldi, düşdü bura. Səhər atıldı, növbəti gün oldu. İmtahanını verdi. İmtahanı verəndən sonra da is takingdən, dameci zamanla verirəm. Gələcək zamanla indiki zaman uzlaşır. Yəni onu uzlaşdıra bilərsiniz. Amma keçmişlə indiki heç vaxt uzlaşmır. Keçmişlə keçmiş uzlaşır. İmtahanını verdi, sonra gəlir nəticəsinə. After finishing the test, she will gələcək. Burada da indiki yüksək nəticə əldə etdi ya da edəcək və o çox xoşbəxt hiss edirdi. İndiki sadə zaman. Yəni bir kənara qeyd edin uşaqlar. Baxın, indiki zaman uzlaşır gələcəklə. Gələcək. Keçmişlə keçmiş. Bu qədər sadə. Sizi götürüb keçmişdən başlasaz, sonra gələcəyə keçsəz olmaz. Sizi başlayıb keçmişdən sonra indikiyə keçsəz olmaz. Mütləq indikindən başlayıb gələcəyə gedə bilərsiniz ya da bunun tam əksi ola bilər. Gələcəkdən başlayarsınız, indikinə gedərsiniz. Yəni belə. Qısacası bu sınaq imtahanı OTK yenə rahat idi. 11-ci sinifdə rahatdı, 9-cu sinifdə rahatdı. Ona baxmamışam, onun da sınağını çəkib ataram. PDF istəyən yazar mənə, listeningin linkini istəyən yazar mənə, kömək eləyərəm.
Yəni bu qədər. Uğurlar hər birinizə. Növbəti videoda görüşərik.